Salam, Gələcək Bilik verilişi efirdədir. Bugün yenə təhsilimizin gələcəyindən danışacağıq və bugün üçün çox aktual, vacib olan bir mövzu ətrafında fikir mübadiləsi aparırıq. Söhbət süni intellekt savadlılığından, süni intellektlə işləmək bacarıqlarından və data analitika bacarıqlarından gedir ki, günümüz üçün çox aktual olan bir mövzudur. Söhbətimizə başlamamışdan öncə istəyərdim ki, söhbətlərimi siz də tanıyasınız. Buyurun özünüzü təqdim edin. Mən Əlirzayeва Sürayyə, Xaçmaz şəhər Çingiz Abdullayev adına 2 nömrəli tam orta ümumi təhsil məktəbində informatika müəllimi olaraq çalışıram. Buyurun. Mən Musa İsmailov, Quba şəhər Hacıbaba Əliyev adına 1 nömrəli tam orta ümumi təhsil məktəbində təhsil müəllimi olaraq çalışıram. Sağ olun, gəldiyinizə görə təşəkkür edirəm. Girişdə dediyim kimi çox aktual bir mövzu ilə bağlı danışacağıq. Uzun əsrlər boyu, demək olar ki, bizə məlum olan tariximizdə savadlılıq anlayışı yazmaq və oxumaqdan ibarət idi. Yəni bunu bilən adam artıq savadlı sayılırdı. Ötən əsrin hardasa 80-ci illərindən başlayaraq adi savadlılığın yanına bir rəqəmsal savadlılıq anlayışı da əlavə olundu ki, biz onu kompüterlər və işləmək bacarığı kimi, informatika kimi qavrayırıq. Sonradan bu planşetlər, smartfonlar, böyük superkompüterlər şəbəkələrlə işləmək bacarıqlarına çevrildi və bu bütün dünyada, sənayedə, elmdə, mədəniyyətdə, televiziyanın özündə, hər yerdə bir inqilaba səbəb oldu. Yəni bütün istehsalat, xidmət sahələri artıq kompüterləşdi və insanla onun əməyinin nəticəsi arasında bir rəqəmsal savadlılıq bloku ayrılmaz bir hissəyə çevrildi. Bu demək olar ki, 2020-ci ilə qədər belə davam edən bir proses oldu və gəldi 2020-ci ildən sonra artıq rəqəmsal savadlılığın yanına yeni bir savadlılıq tələbi də ortaya çıxdı ki, süni intellektlə işləmək bacarıqları və data analitika bacarıqları, yəni böyük məlumatları oxumaq, bilmək, onlardan nəticə çıxartmaq, düzgün qərar vermək bacarığı və süni intellektdən istifadə edib onun xidmətlərindən doğru yararlana bilmək bacarığı. Bugün artıq bu reallığımızdır və bugün dünyanın böyük şirkətlərində bu bacarıqları olmayan insanlar demək olar ki, işləyə bilmirlər. Çünki hər şey artıq əvvəl necə kompüter üzərindən qurulmuşdursa, indi artıq süni intellekt və böyük data üzərindən qurulubdur. Təhsil də əslində, yəni təkcə bugünlə yox, həm də sabahla ayaqlaşmalı bir sistemdir. Və bugün orta məktəblərimizdə təhsil alan şagirdlərimiz orta məktəbi bitirəndə elə bir dünyaya düşəcəklər ki, orada artıq sadəcə yazmaq, oxumaq və yaxud da kompüterdən, smartfondan istifadə edə bilmək bacarıqları yetərli olmayacaq. Mütləq süni intellektlə işləmək bacarığı lazım olacaq və mütləq böyük data ilə işləyib doğru qərarlar vermək bacarığı lazım olacaq. Bu baxımdan təhsil sistemimiz bunu göz altına alırmı? Hansı dəyişikliklər gedir? Ayrı məsələ ki, bu bir gündə ola bilməz. Bu mərhələ-mərhələ baş verməli bir prosesdir. Həmsöhbətlərimizlə bu barədə fikir mübadiləsi aparacağıq. Sizcə bugünkü təhsil sistemimizdə həmin bu dediyimiz tələblər nəzərə alınırmı və o dəyişikliklər baş verirmi günümüzdə bu reallıqda? İlk öncə demək istəyirəm ki, hal-hazırda təhsilimizin inkişafında rəqəmsal savadlılıq üzrə müəyyən artıq yeniliklər, işlər aparılır, görülür. Uşaqların ilk olaraq bu bacarıqları yiyələnməsində davamlı bir proses izləmək mümkündür. Sadəcə bu prosesə, bu yola hal-hazırda yeni başlandığı üçün biz bunun mümkün təsirlərini yaxın gələcəkdə hiss görəcəyik. Amma düşünürəm ki, müəyyən qədər biraz daha da genişlənməlidir, şaxələnməlidir. Burada prosesdə müəyyən bir işlər, yeniliklər görülməlidir. Aydındır. Siz informatika müəllimi kimi sizin də məsələyə münasibətinizi bilmək istəyərdim. İnformatika əslində o dediyimiz 20-ci ilə qədər olan mərhələnin tədrisidir. İnformatika rəqəmsal savadlılıqdır. Amma bugünkü reallıq həm dediyim kimi datalarla, böyük datalarla işləmək bacarığı, həm də süni intellektlə işləmək bacarığı tələb edir. İnformatika fənni buna uyğunlaşırmı, yoxsa yeni bir fənn lazımdır bunun öyrədilməsi üçün?
İnformatika fənni dediyiniz kimi ilk öncə daha belə deyək də geniş çərçivədə yayılmamışdı. Bu sadəcə kitablar üzərindən nəzəri biliklər ötürməklə yekunlaşırdı. Tədricən müasirləşdikcə rəqəmsal bacarıqlar layihəsi adlı məktəblərdə tətbiq olundu. Bu bütün demək olar ki, bu layihənin tətbiq olunduğu məktəblərdə kompüterləşməyə gətirib çıxardı. Artıq biz bir çox prosesləri, hətta nəinki informatika fənnini, digər fənlərin belə deyək də qiymətləndirilməsini də rəqəmsal şəkildə aparmağa başladı. Bəli, informatika fənni artıq getdikcə genişlənir. Ali təhsil müəssisələrində necə ki, ixtisaslar bu yöndə ayrılırsa, orta məktəblərdə də buna ehtiyac yaranacaq. Yəni informatika fənni daha belə deyək də önəm daşıyacaq. Demirəm ki, digər fənləri məhdudlaşdıracaq, xeyr. Amma informatika fənninə maraq daha çox olacaq, ehtiyac daha çox olacaq. Və buna görə də bəli, informatika necə ki, Azərbaycan tarixi və ümumi tarix ayrı-ayrı fən kimi keçirilir, tədris olunur. Eyni zamanda informatikanın bölmələri də o şəkildə tədris olunacaq. Yəni deyirsiniz ki, süni intellekt və datalarla işləmək bacarığı informatikanın tərkibində ayrıca bölümlər kimi tədris olunur. Siz də fikirləşirsiniz, bunları ayrı bir fən kimi tədris eləməyə ehtiyac var, yoxsa informatikanın içində? Mən bu məsələdə biraz fərqli düşüncə demək istəyirəm. Bir şey demək istəyirəm ki, biz data analitikanı ya süni intellekti ayrıca bir fən kimi əslində yaxın bir gələcəkdə tətbiq etməyə başlamalıyıq. Bu belə deyək, gələcəyin bir tələbi, hətta artıq gələcəyin yox, indinin bir tələbi kimi görmək olar. Amma mən düşünürdüm ki, özümdə düşünürəm ki, təkcə informatika fənnində və yaxud da ki, ayrıca bir fən kimi tətbiqə başlamamışdan əvvəl biz süni intellektdə data analitikanı öyrənməni ümumiyyətlə bütün fənlərdə inteqrasiya etməliyik. Digər fənlərdə də bu daxil olmalı. Məsələn, adi tarix fənnini götürsək, tarix məlumatların araşdırılması, onların məlumatların təhlil olunması bu özü bir data analitikadır. Orada hansılar olmalı? Riyaziyyat fənnində həmçinin, statistika ehtimal bölmələrində, ibtidai siniflərdən tutmuş yuxarı siniflərə qədər bu özü yeni bir inteqrasiya olunmalı bir mövzular mümkündür. Və əlavə olaraq qeyd etmək istəyirəm ki, biz əgər data analitikanı, süni intellekti tədrisi şagirdlərə doğru şəkildə çatdırmazsa, öyrətməsək, o zaman bizim gələcək şagirdlər aynı, yəni süni intellekti idarə edən şagirdlər yox, süni intellekti istifadə edən şagirdlər olacaq. Yəni, onlar ancaq hər hansı bir məlumatı əldə etmək üçün yaxınlaşan şagirdlər görəcək. Ona görə də biz düzgün istifadəni öyrətmək üçün bunu etaplı şəkildə digər fənlərə inteqrasiya etməliyik. Amma gələcəkdə, yaxın gələcəkdə bunu orta məktəblərdə, həmçinin ali təhsil müəssisələrində ayrıca bir bölmə kimi yaratmalıyıq. Çünki gələcəkdə bizə bu sahədə müəllimlər də, peşəkar müəllimlər də ehtiyac olacaq ki, bu fənləri şagirdlərə çatdıra bilsin, öyrədə bilsin. Çox sağ olun. Əslində o yanaşma doğrudan da maraqlı yanaşmadır ki, belə bir fikir var ki, əlifba öyrədiləndən sonra, yəni süni intellektlə işləmək bacarığının əlifbası, data analitika ilə işləmək bacarığının əlifbası öyrədiləndən sonra bütün fəzələr üzrə kimya, fizika, riyaziyyat, tarix, biologiya hamısı süni intellektə və həmin data analizlərə inteqrasiya olunmuş formada tədris olunmalıdır. Yəni burada da həqiqət var ki, elm o qədər sürətlə inkişaf edir ki, məlumatlar hal-hazırda o qədər boldur ki, yəni data analitikası üçün çox böyük bir mümbit mühit formalaşıbdır. Əgər 20 il, 30 il bundan əvvəl hansısa bir analitika aparmaq üçün aylarla oturub işləmək lazım idi, ayrı-ayrı kitablardan, elmi məqalələrdən faktlar toplamaq lazım idisə, indi o məlumat bazası bir anda sənin qarşındadır və onunla işləmək bacarığı artıq səndə olmalıdır. Çünki gələcəyin rəqabəti bu bacarıqların üzərindən qurulacaq. Sizcə bu Azərbaycanın bugünkü reallığında kimiyaya, fizikaya, biologiyaya, tarixə, coğrafiyaya necə inteqrasiya oluna bilər süni intellekt və data analitika ilə işləmək bacarıqları? Bunun üçün həmin fənləri belə deyək də inteqrasiya eləməmişdən öncə dediyiniz kimi əlifbası bunu ilk olaraq informatikada öyrədilir. Biz tam olaraq şagirdlərə bu təhlil etmə bacarıqlarını, araşdırma bacarıqlarını öyrətdikdən sonra artıq tapşırıqların çoxsu müstəqil
şəkildə yerinə yetirilən tapşırıqlar kimi olsa, deməli şagirdlər həmin tapşırığı götürsələr və artıq biz onlarda formalaşdırsaq ki, məlumatı necə axtarmaq olar, necə təhlil etmək olar, necə düzgün qərar vermək olar, bunun üçün süni intellektdən necə istifadə etmək olar və şagirdlər qarşılarına qoyulan hər hansısa bir fəndən olan məsələni bu yollarla həll edə biləcəklər. Və bu da avtomatik olaraq, yəni informatikanı həmin fənlərə inteqrasiya etmək deməkdir. Necə ki biz az öncə də qeyd etdiyim kimi müxtəlif rəqəmsal qiymətləndirmələri bu platformalar, müxtəlif platformalar üzərindən aparırıqsa, eyni zamanda dərsləri də, mövzu müzakirələrində, məsələ həllərində bu spektrdən yanaşaraq həll eləsəmiz, şagirdlərdə bu bacarıqlar həm möhkəmlənəcək, həm də ki artıq vərdişə çevriləcək. Yəni onlar artıq gələcək həyatlarında qarşılarında duran istənilən bir məsələni bu yolla həll edə biləcəklər. Necə ki, bu məsələ bir bacar layihəsində öz əksini tapır. Yəni şagirdlərə müxtəlif fənlərdən tapşırıqlar verilir və onlar həm süni intellektdən istifadə etməyi bacarmalıdırlar, həm də kompüter texnologiyalarından istifadə edərək həmin tapşırıqları cavablandırmalıdırlar. Və o tapşırıqların hər biri praktik tapşırıqlardır. Yəni gündəlik həyatda bizim qarşımıza çıxa biləcək tapşırıqlardır. Çox vaxt biz şagirdlərin belə deyək də deyişlərini eşidirik ki, müəllimə biz filan belə deyək də mövzunu keçirik. Bu bizə nəyimizə lazım olacaq gələcək həyatda. Bax bir bacar layihəsi də onlara belə deyək də köklənib. Yəni sənin riyaziyyatdan öyrəndiyin bu biliklər gələcək həyatda bu məsələnin həllində sənə köməkçi ola bilər. Eyni zamanda belə deyim ki, informatikadan da öyrəndiyimiz bacarıqlar digər fənlərdən həll edəcəyimiz məsələlərdə bizim belə deyək də köməyimizə çatacaq. Çünki dediyiniz kimi məlumat bazası genişlənir. Bu təkcə informatika fənninə aid deyil. Digər fənlərin də məlumat bazaları genişlənir. Hər gün yeni nələrsə ixtira olunur, yeni nələrsə yaradılır və onları da təhlil etmək üçün təbii ki, biz süni intellektə, data analitikasına ehtiyac duyacağıq. Bir maraqlı söz işlətdiniz. Bu bizim nəyimizə lazım olacaq? Bu gün yəni o şagirdlərlə ünsiyyətdəsiniz. O şagirdlər və müəyyən mənada valideynlər və müəyyən mənada müəllimlər də başa düşürlərmi əsas da şagirdlər üzərində dayanaq ki, bu süni informatika öz yerində, amma ondan başqa süni intellekt və data analitikası ilə işləmək bacarığı onlar üçün zəruri biliklərdir. Yəni onlar bax dediyim kimi orta məktəb bitirib həyata, istehsalata, elm, nə bilim, təhsil, hansısa bir sənaye sahəsinə, hüquq mühafizədə də olacaq, təbabətdə də olacaq, təhsildə də olacaq. Yəni bütün sahələr bunun üzərindən qurulacaq. Bunu bilmədən artıq sən rəqabətdə ən azı 2-3 addım arxada qalacaqsan. Bunun yəni anlayırlarmı ki, bu doğrudan da onlara lazımdır? Yoxsa bu sual yenə var ortada. Başqa informatika bizim nəyimizə lazımdır və yaxud da süni intellekt nəyimizə lazımdır? Əslində çox gözəl sualdır. Burada belə bir yanaşma mövcud hal-hazırda. Şagirdlər biz desək ki, aşağı siniflərdən yuxarı siniflərdən götürsək, şagirdlər süni intellektdən istifadə edirmi? Edirlər. Və bu süni intellektdən istifadə müxtəlif sahələrdə özünü göstərir. Bu istər nəsə məlumat araşdırmaq, həll etmək və yaxud da ki, yeni nəsə biliklər də etmək və yaxud da ki, ümumi özləri üçün hər hansı bir nəsə video üzərində dəyişiklik etmək və yaxud da nəsə belə. Amma düşünəndə ki, şagirdlərə sual verəndə ki, siz onun hansı formada işlədiyini, necə bir proses getdiyini, hansı əsaslar əsasında o sizə məlumatları verdiyini, bunu siz üçün maraqlı deyəndə, onlar bunu ilk olaraq maraqlı artı tərəfini gördükdə bunu öyrənməyə səy göstərirlər. Deməli ki, bizim uşaqlarımızda bu hissədə öyrənmə bacarıqları formalaşa bilər və uşaqların həvəsi də, maraqları da üstündür. Sadəcə olaraq düzgün yanaşma və düzgün təhlil etmə birinci öyrətmək lazımdır şagirdlərimizə ki, onlar bu sahədə özlərini inkişaf etdirə bilsinlər, görə bilsinlər. Həmçinin də süni intellektdən istifadə belə deyək də, ilk olaraq şagirdlərin əlavə valideynlərdə biraz narahatlıq ona görə yaratır ki, bu bəlkə müəyyən qədər düşünülür ki, savadsızlığı və yaxud da ki, hazır məlumatlar əldə olması ilə uşaqların bilik almamasına gətirib çıxara bilər. Amma yenə də ilk qeyd etdiyim kimi sözümdə qalıram ki, biz əgər təbii ki, bunu nəzarətsiz, yəni bir sistemsiz şəkildə istifadə etsək, təbii ki, yeni nəyisə öyrənmə alınmayacaq. Amma biz bilirik ki, hər hansı bir məlumatı öyrəndə, biz kitabdan belə açıb onu oxuyanda, burada məqsəd yeni məlumatı əldə edilməsi, biliyin əldə edilməsidir. Süni intellektdən və yaxud da ki, digər AI formatlarından istifadənin məqsədi sistemin şəkildə mahiyyəti qarşısına qoyduqda,
hər hansı bir orada şuuruna, düşüncənə, məntiqlə yanaşma olduqda oradan faydalı nəsə əldə etmək mümkün olacaq. Bu faydalı öyrənmə özlüyündə biliklərin daha da dərinləşməsinə və şagirdlərin düşüncə qabiliyyətinin yüksəlməsinə, özünü ifadə bacarıqlarının artmasına böyük təsir göstərəcəklər. Siz necə düşünürsünüz? Bu gün tədris olunan informatika, ələk informatikadan danışaq, orta məktəbi bitirən şagirdə sərbəst olaraq kompüterdən, rəqəmsal bacarıqlarından istifadə etmə imkanı verirmi? Yəni aydın məsələdir ki, yaxşı oxuyan şagird var, pis oxuyan var, amma orta statistik götürsək, orta məktəbi bitirən bir şagird smartfonlardan hamı istifadə edir, o aydın məsələdir. Amma kompüterlərdən, notebooklardan belə deyək, əyləncə üçün yox, oyun oynamaq üçün yox, iş üçün istifadə etmək bacarığına yiyələnirlərmi? Dediyiniz kimi, əgər biz sadə belə deyim informatika fənnindən, hansı ki kitabdan tədris olunan informatika fənnindən danışırıqsa, xeyr, bu onlarda praktik bacarıqlar formalaşdırmır. Amma qeyd etdiyim rəqəmsal bacarıqlar layihəsi konkret olaraq uşaqlarda bacarıqları formalaşdırmağa yönəlib. Yəni şagird oxuduğun, öyrəndiyin tapşırıq üzərində tətbiq edərək öyrənir. Bəli, əlbəttə ki, bu layihə artıq onlarda bu bacarıqları formalaşdırır. Eyni zamanda il keçdikcə, yəni tədris ili dəyişdikcə bizim qarşımıza elə tapşırıqlar, belə deyək, elə məsələlər qoyulur ki, o məsələlərdə biz artıq süni intellektdən istifadə etməliyik. Yəni tapşırığın özündə də, öz şərtində də bu verilir ki, şagirdlərə süni intellektdən istifadə etməklə bu məsələni həll edin. Bəli, bu layihə tətbiq olunan gündən, belə deyək də, bir neçə il keçdikdən sonra artıq bəli şagirdlərdə bu praktik bacarıqlar formalaşdı. Amma dediyim kimi, nəzəri informatika, sadəcə kitabdan keçirilən informatika xeyr. Bu şagirdləri, belə deyək də, müasir informasiya cəmiyyətinə hazırlaya bilmir. Mən bir analogiya gətirim. Yəni əslində ola bilər kimsə şübhə ilə yanaşır bu məsələ, niyə lazımdır bu? Məsələn, avtomobili idarə eləmək, götürsək ki, bu rəqəmsal bacarıqlardır. Bunu bildi, avtomobili idarə eləmək rəqəmsal bacarıqlardır. Amma avtopilotu yönləndirmək, bu artıq süni intellektlə işləmək bacarığıdır. Və hara getmək, necə tez getmək, hansı yolları seçmək, bu data ilə işləmək bacarığıdır. Yəni artıq sadəcə avtomobili idarə eləmək yetmir. Müasir dünyada rəqəmsal bacarıqlar kifayət eləmir. Avtomobili idarə eləmək analogiyasında bu artıq bəs eləmir. Sən süni intellektlə işləməyi də bacarmalısan avtopilotu idarə eləmək üçün və qısa yollar, belə tıxaclarsız yollar tapmaq üçün, tez yetişmək üçün data ilə də işləməyi bacarmalısan. Bu baxımdan yəni gələcəyin belə deyək, hər gün istifadə olunacağı biliklərdir bunlar. Və ortada mənim özüm üçün də maraqlıdır, yəqin ki, tamaşaçılar üçün də maraqlı olan bir sual var ki, bugün qərar qəbul olunsa ki, bayaq dediyimiz kimi süni intellekt və data ilə işləmək fənlərə inteqrasiya olunsun və onlardan paralel şəkildə öyrədilsin. Kimya, biologiya, fizika. Müəllimlər necə, buna hazırdırlarmı? Bilirsiniz, bu məsələni həll etmək üçün elə birinci müəllimlərin informatika savadlılığından başlamaq lazımdır. Yəni müəllimlər birinci bu bacarıqları yiyələnməlidir ki, şagirdləri də bunu aşılaya bilsin. Yəni biz öz fənnimiz çərçivəsində bunu tədris eləyirik. Amma dediyimiz kimi kimya müəllimi, coğrafiya müəllimi və yaxud da tarix müəllimi hələ ki səthi biliklərə malikdir. Yəni böyük verilənlərlə işləmək, onları təhlil etmək, hal-hazırda ali təhsil müəssisələrindən başlasaq, gələcəyin pedaqoqları hazırlayan ali təhsil müəssisələrindən başlasaq, birinci orada gələcəyin müəllimlərinə bu öyrədilməlidir. Sonra isə həmin müəllimlər öz təcrübələrində şagirdlərə bunu öyrətməlidirlər. Və sizin vurguladığınız bir məsələyə də rəy bildirim ki, bəli biz onu demək olar ki, bütün dərslərimizdə şagirdlərə aşılayıq ki, sizin gələcəkdə nə peşə seçməyinizdən asılı olmayaraq bu rəqəmsal biliklər sizə lazım olacaq. Adi, yəni siz dediyimiz kimi, tutaq ki, bir maşın mühəndisliyi və yaxud da ki, maşın qayırma və digər peşələrə yönələcəksiniz. Orada da sizin qarşınıza bu süni intellekt, informatika, rəqəmsal bacarıqlar çıxacaq. Çünki dövr bunu belə tələb edir. Artıq dediyiniz kimi, yeni avtomobillər də rəqəmsallaşıb gəlir. Yəni, şagird bu biliklərə malik olmalıdır ki, gələcəkdə çətinlik çəkməsin. Necə ki, dövrümüzün müəyyən orta yaş və yuxarı yaş təbəqəsi ilə aşağı yaş təbəqəsinin bu
informatik bilikləri fərqlənir. Gələcəkdə də bizim belə deyək də şagirdlərimiz istəyirik ki, o təbəqə orada belə deyək də o disbalans pozulmasın, o fərq yaranmasın. Bu şagirdlər artıq o həyata hazır şəkildə getsinlər. Ona görə də rəqəmsal bacarıqlara, informatikaya, data analitikə və yaxud da ki, süni intellektə belə deyək də marağı artırmağa yönəlmişik. Hər dərs, belə deyək də hər layihədə bunları şagirdlər həm müsbət cəhətlərin, həm də mənfi cəhətlərini aşılayırıq. Eyni zamanda bu belə deyək də proses müəllimlərlə də baş verməlidir. Mən bir məsələdə bir şey qeyd etmək istəyirəm. Əslində tam yerində olan bir söz var. Deyir ki, indi hal-hazırdakı gələcəyin müəllimi texnologiyanı idarə edə bilən müəllimdir. Yəni bu sözdən irəli çıxsaq, bizim öyrənməli olduğumuz bir məsələdə qeyd etmək istərdim ki, indiki müəllimlərin biz görə bilərik ki, işə qəbulu, hətta sertifikasiya imtahanları belə artıq rəqəmsallaşmış kompüter üzərində həyata keçirilir. Bu özlüyündə belə müəllimlərdə bir siqnal, bir işarədir ki, artıq yeni nəslin, yeni öyrənmənin rəqəmsal üzərinə yönəldiyi bir dövrdür. Hətta mən belə deyərdim ki, bir zaman artıq müəyyən dərslərin, artıq kitabların dərsliklərinin də müəyyən rəqəmsallaşmasını biz görə bilərik. Hətta müəllimənin qeyd etdiyi rəqəmsal bacarıqlar fənnini qeyd etmək istərdim ki, hal-hazırda müəyyən məktəblərdə infrastruktur imkan verən hal-hazırdakı məktəblərdə tədris olunur. Amma bunun düşünürəm gələcəkdə genişlənərək bütün məktəblərə əhatə edəcəyini əminəm. Çünki bu artıq bir yeni başlanğıcdır, yeni öyrənimdir və buna görə də müəllimlər özləri də burada maraqlı tərəf olmalıdır və əslində görə bilərik ki, burada yaş məsələsinə toxunmayacağam. Çünki mən öz müşahidələrimdən demək istəyirəm ki, ətrafımda olan müəllimlər və ya da ümumiyyətlə işləyən kadrlarını görə bilirəm ki, yaşı çox olan müəllimlərimiz var ki, hətta onlar özləri həvəslidirlər internet bacarıqlarını istifadə etməyə, yeni İKT avadanlıqlarını işləməyə. Bura həmçinin də müəyyən saytlar olsun, müəyyən infrastruktur layihələr olsun, məsələn, bunların dərslərin tətbiqində bunlardan istifadə edirlər. Hətta müasir dərslərin qurulmasında müəllimlərimiz artıq süni intellektdən belə istifadə edirlər. Orada yeni dərs metodlarını əldə edilməsində, öyrənməsində və bu əslində yaxşı bir müsbət amildir. Çünki əslində süni intellekti bizi lazım olan əsas məqsədi də müəllimlərə dərsi qurarkən müəllimin vaxt və resurslardan daha səmərəli istifadəsi üçündür. Yəni müəllim təkcə süni intellektdə hər hansı bir ona əvəz edəcək bir vasitə kimi yox, əksinə istifadə edəcək bir alət kimi, vasitə kimi görməlidir. Və o şəkildə gördüyü müddətcə o öyrənmə artacaq. Belə deyə bilərəm ki, hal-hazırda müəllimlərimiz bu yeni keçidə əslində maraq göstərirlər və bu davamlı şəkildə davam edir və düşünürəm ki, yeni gələn kadrlar da, yeni pedaqoji bitirən artıq şəxslər də bu prosesdə aktivlik göstərdikcə digər müəllimlərə də dəstək olacaqlar və bu bir keçid dövrü deyək. Bu keçid dövrü əslində daha məqsədli şəkildə tamamlanacaq, bir-birini əvəz edəcək. İlkin onsuz zaten hər bir yeni bir başlanğıc, müəyyən bir çətinlikləri olur, səs olur. Amma bunu təbii ki, birgə aşmaq üçün öyrənməyə həvəs göstərmək lazımdır. Belə bir konservativ yanaşma da var. Düzdür, geniş ümumi fikir var, mövcuddur. Təhsildə süni intellektin və bu data bacarıqlarının tətbiqinə həm müəllimlər tərəfindən, müəllimlərin işləməsinə, həm də şagirdlərə öyrədilməsinin əleyhinə çıxan insanlar var ki, yəni pedaqoqlar var. Onlar düşünürlər ki, süni intellektlə işləmək müəllimi də tənbəlləşdirir və şagird də nə isə öyrənmək əvəzinə süni intellektdən soruşur. Bu da onun belə deyək tənbəlləşməsinə, daha az biliklər əldə etməsinə səbəb olur. Sizin fikriniz necədir bu barədə? Xeyr, bilirsiniz necədir? Süni intellektin hər bir şeyin ümumiyyətlə mənfi və müsbət cəhətləri var. Eyni zamanda da süni intellektin o qaydada. Yəni insanlar buna bir tərəfli yanaşır ki, bu şagirdləri hazıra nazir edir, hazır bilikləri toplayırlar, onlar düşünmürlər, təhlil etmirlər. Biz amma digər tərəfdən yanaşsaq, süni intellekt bir növ bizə köməkçi rolunu oynayır. Biz oradan baza kimi istifadə edirik və yeni nə isə yaradırıq.
Bu cəhətdən baxanda amma süni intellekt bizə daha çox belə deyək də yararlıdır. Bu da bu fikirlər olacaq. Çünki niyə görə? Hər kəs öz spektrindən yanaşır bura. Amma düzgün məlumatlandırma olduqdan sonra artıq təcrübədə, praktikada, valideynlər də, müəllimlər də bunu gördükdən sonra yəni onu qəbul eləyəcəklər ki, süni intellekt əslində bizə belə deyək də mane olmaq üçün yaradılmayıb, bizə köməklik etmək üçün yaradılıb. Ondan düzgün istifadə bizi belə deyək də çox irəliyə apara bilər. Amma yanlış istifadə geriyə sala bilər. Əgər şagird bundan dediyim kimi bir belə deyək kitab kimi istifadə eləyirsə, bu şagirdi irəliyə aparacaq. Yox, əgər şagird burada hazır tapşırığın cavabını almaq istəyirsə, bu şagirdi geriyə salacaq. Eyni zamanda müəllimi geriyə salacaq. Müəllimlər də öz təcrübələrində süni intellektin belə deyək də, süni intellektə sanki təcrübəli bir şəxs kimi baxaq və onun təcrübələrindən yararlanaq. Biz süni intellektdə hər hansı bir şeyi əvəz edəcək bir nəsə texnologiya və yaxud da ki vasitə kimi görməyə, əksinə biz onu özümüz üçün istifadə edəcəyimiz bir vasitə kimi görməliyik. Çünki necə ki ilk olaraq bundan qabaq hər şey kağız üzərində idi, qeyd etdiyiniz kimi bundan qabaq hər şey biz qeyd edirdik, bütün məlumatları kağız daşıyıcı saxlayırdıq. Amma bu gün onları Excel proqramları datanı saxlamaq üçün və yaxud da hansı başqa proqramlar əvəz etdi, Word və yaxud da yazını əvəz etdi. Amma heç biri həmin prosesi icra edən şəxsə əvəz etmədi. Əksinə o onların işlərini asanlaşdırdı. Bu asanlaşdırma heç bir savadsızlığı da gətirib çıxarmadı. Əksinə insanlar fikirlərini ifadə edərkən daha spesifik, daha dəqiq, daha dolğun şəkildə ifadə etməyi öyrəndilər. Çünki fikirlərini yazarkən səhvlərini daha asanlıqla düzəltə bilirdilər, daha asan əvəz edə bilirdilər. Bunu süni intellektdə də görmək olar. Fikirləşin ki, sadəcə süni intellektin belə bir şeyi var ki, insanı dəqiq cavab verməsi üçün və ya dəqiq datanı verməsi üçün dəqiq məlumatların daxil edilməsi lazımdır. Bu dəqiq məlumatın daxil edilməsində də ki, əksinə bir elm kimi görmək lazımdır. Çünki belə deyək də, o bir AI robotdur, süni zəkadır. Onun sizə yazdığınız və ya sizin daxil etdiyiniz məlumata görə sizə geri dönüş edir. Bu özünü öyrənmək belə, bu özü bir yeni bir əslində fən və yaxud da bir yeni bir bilik özündə ehtiva edir. Data analitikada da eyni formada kodlaşmanı bilmək üçün kodlaşmada ilkin anlayışlar olmalıdır. İlkin anlayışlardan sonra həmin şəxslər bu süni zəkanın vasitəsilə yeni kodların yazılmasında, yeni məlumatların daxil edilməsində öyrənməni daha da artıracaq. Yəni biz əksinə bu bizim də özümüzün də gələcəkdə şagirdlərimiz tərəfindən müxtəlif resursların yaradılması, hətta gələcəkdə müxtəlif cihazların, qurğuların istismar olması, yaradılmasına böyük dəstək ola bilər, töhfə verə bilər. Çünki biz gələcəyin texnologiyasından geri qaçıb uzaqlaşmaq yox, əksinə texnologiyanı istifadə etməyi, idarə etməyi öyrənməliyik. Bir də başa düşürəm ki, sizin dediklərinizdən yəqin ki, razılaşarsınız məndən ki, səhv deyirəmsə düzəldərsiniz. Süni intellektlə işləmək və bu data bazalarla işləmək əslində ciddi bir intellektual əməkdir. Yəni bu tənbəllik deyil, bu əslində beynin daha çox işləməsinə səbəb olur. Sadəcə bu biraz sürətli prosesdir, amma bu sürətli proses yəni miqyası artırır, görülə biləcək işlərin miqyasını artırır və daha böyük işləri daha qısa müddətə həyata keçirmə imkanı yaradır. Burada ola bilər ki, işlərin müəyyən hissəsini süni intellektdə ötürmək tənbəllik effekti kimi görünə bilər, amma biz yəni bütün həyatımız boyu həmin işlərlə məşğul oluruq da. Biz yəni belə deyim, evi təmir edəndə onu özümüz təmir eləmirik ki, onu hansısa ustaya həvalə edirik. Məsələn, hansısa yük daşımanı bir yük daşıma şirkətinə, bir poçt xidmətinə həvalə edirik. Özümüz o götürüb məktubu qaset kimi aparsaq, yəni onu xeyli zaman sərf edirik. Yəni bu cür yanaşsaq süni intellektə ki, o bizim xidmətimizdə duran bir vasitədir. İntellektualdır, daha müasirdir, daha çevikdir və onunla işləmək bacarıqlarını öyrənsək və öyrətsək şagirdlərimizə, bu əslində beynin daha dərin və daha sıx inkişafı anlamına gələcək, qətiyyən tənbəlliyə səbəb olmur. Düz tənbəllik də edə bilərsən, yəni əyləncə üçün istifadə edə bilərsən ondan. Elə adamlar var ki, bu günlərin süni intellektdən real faktlarda sadəcə belə həmsöhbət kimi dərdləşmək üçün də istifadə edən insanlar var, bu da var.
Bir məsələdə sizin münasibətinizi bilmək istəyərdim. Süni intellekti sizcə şagirdlərə biraz təhlükəli sualdır. Müəllimlər yaxşı öyrədə bilər, yoxsa süni intellekt özü? Süni intellekt, yəni süni zəka hər hansı bir məlumata, biliyə və yaxud da ki, hansı dataya məlum ola bilər, yəni sahib ola bilər. Amma bir sinif mühitində şagirdlərin dinləməsini, onların baxış bucaqlarını, onların emosional vəziyyətlərini dərk edə bilməz. Bu prosesdə mütləq şəkildə canlı müşahidə lazımdır. Yəni bir insan müşahidəsi lazımdır. Mən düşünürəm ki, hər hansı bir peşələr və yaxud da hər hansı bir işlər müəyyən süni intellektin say yaratdığı vasitə ilə əvəz olunsa da, ümumi məktəb və sinif müşahidəsində ilk olaraq müəllim peşəsində və yaxud da öyrətməsində əvəz etmə ola bilməz hal-hazırda. Çünki biz nə qədər ki texnologiya inkişaf etdirsək də, nə qədər şey desək də, bir fasilitatora ehtiyacımız var. Bir yönəldiciyə, bir istiqamət vericiyə ehtiyacımız var. Çünki uşaqlara hər hansı bir şey yazdırarkən şagirdlərimizdən bir şey var da, məsəl üçün, müəllim mən geri qaldım, müəllim mən tam başa düşmədim, təkrar izah. Amma robotda bu şeylər analitikdə yoxdur. Çünki o məlumatı datanı ötürmək üçündür. O müəyyən siqnalları qəbul edib eyni anda 5-6 şagirdin fikrini anlayıb eyni anda cavab verə bilmək situasiyasında olan deyil. Çünki o ancaq bir istiqamətdə hərəkət düşünülür, nəzərə alınır. Amma müəllimlər istiqamət versə, göstərsə ki, bunu belə daxil etmək, bunu belə istifadə etmək, yönlərini izah etsə, bu düşünürəm ki, daha məqsədəuyğun və daha keyfiyyətli bir iş ortaya qoyacaq. Unutmayaq ki, süni intellektin yaradıcısı da insandır. Yəni şagirdlər müəllimin də dediyi kimi tam olaraq biz şagirdləri süni intellektlə baş-başa qoya bilmərik hal-hazırda. Onun belə deyək də işləmə qaydasını və yaxud da ki, hər hansı bir tədris prosesində nasazlıq yaranarsa bunun aradan qaldırılmasını müəllim şagirdə öyrətməlidir. Düzdür, süni intellekt hardasa müəyyən bilikləri verməkdə müəllimə köməklik edə bilər, amma tam olaraq müəllimi əvəz eləyə bilməz. Dediyim kimi, süni intellekti biz yaradırıq, biz yönləndiririk. Eyni zamanda onu da şagirdlərə və yaxud da ki, təkcə şagirdlər olmasın, bu müəllimlər olsun və yaxud da ki, digər peşə sahibləri olsun. Onları da belə deyək də biz həmin o belə deyək mütəxəssislər, müəllimlər çatdırmalıdır. Onun belə deyək də həm dəqiq, həm qeyri-dəqiq informasiyalar vermək bacarığı olduğunu, eyni zamanda orada rəqəmsal informasiya olduğu üçün müəyyən kəsintilər yarana biləcəyini, bax bu halları nəzərə alaraq müəllimə yönləndirici kimi, müəllimin də dediyi kimi ehtiyac var. Yəni biz tam olaraq müəllimləri və yaxud mütəxəssisləri bu işdən kənarlaşdıra bilmərik. Bayaqlarım biz danışanda o müxtəlif fənlərə inteqrasiyalardan da danışdıq. Belə bir şey təsəvvür eləyək. Sadəcə sizin fikrinizi bilmək istəyirəm. Nə dərəcədə Azərbaycan reallığında bu mümkündür? Təsəvvür edək ki, bir sinifdir. Tutaq ki, fizikadır və yaxud da kimyadır və yaxud da riyaziyyatdır. Sinifli tədris edir. Müəllim var sinifdə, şagirdlər var və süni intellekt var. Tutaq ki, müəllim hansısa bir dərslə bağlı mövzunu verir, müəyyən fikirlərini deyir və yaxud da cavabları dinləyir. Sonra süni intellektə tapşırıq verir ki, məsələn, bu tənliyin bu cür filan qaydadakı həlli yolunu şagirdlərə başa sal. Və elə filan tabloda həmin o süni intellekt onu, yəni müəllimin köməkçisi kimi onu başa salır. Bu reallıq Azərbaycanda nə zaman mümkündür və ümumiyyətlə ehtiyac varmı buna sizin fikrinizdə? Müsbət olar, mənfi olar? Əslində bu nə zaman mümkündür sualına belə deyə bilərik. Bu hal-hazırda indi də mümkündür. Yəni indi də biz bu gün yəni fərdi şəkildə müəllimlərin şəxsi öz istifadələrində etdiklərini müşahidə edə bilərik. Yəni bu gün dərs proqramında və yaxud hər hansı bir dərs planında nəzərdə tutulmasa da müəllimlər öz dərslərinin tətbiqi zamanında bu cür yanaşmalarda istifadə edirlər. Əslində necə bir formadır? Bunun üçün hətta dünyada müxtəlif bundan qabaq fizika, kimyada biz bilirik ki, xüsusi təcrübələr, laboratoriya analizləri aparılır. Bunların özlərinin aparılmasında belə vasitələrə ehtiyac var, amma bizim elə bir kənd məktəbimiz olsun, yaxud da ki, kənar məktəb, hansı məktəb ola bilər ki, orada hansı laboratoriya analizləri otağı olmaya bilər, amma müəllim bunun üçün dediyimiz kimi süni
intellekt vasitəsilə yaranan saytlardan istifadə edir ki, orada həmin təcrübələri uşaqlara daha aydın şəkildə göstərmək üçün, təcrübə mübadiləsini göstərmək üçün istifadə edir və bunu effektiv şəklin həqiqətini görmək olur. Çünki az öncə müəllimimiz dediyi kimi, yəni informatika belə deyək, nəzəri hissədən praktiki hissəyə keçən daha yaxşı öyrənildi ki, digər fənlər də həmçinin. Elə fənlər var ki, ona öyrədilməsinin mütləq şəkildə praktiki bir təcrübə aparılmalıdır ki, uşaqlar onu müşahidə etsinlər və öyrənmə daha yaxşı gedir. Və buna görə də əslində biz bunu yenə dediyimiz kimi bu gün də görmək mümkündür və bu əslində daha yaxşı bir haldır. Biz informatika fənni çərçivəsində Python proqramlaşdırma dilini şagirdlərə öyrədirik. Orada Python proqramlaşdırma dilinin riyazi məsələlərə tətbiqi deyə bir mövzu var. Yəni biz burada nə edirik? Müəyyən məsələlərin düsturlarını proqramlaşdırırıq və hazır verilənlər əsasında bir neçə saniyə ərzində bir neçə məsələnin həllini tapa bilirik. Məsələn, adi sadə bir nümunə üçbucağın sahəsinin tapılması olsun. Biz onu proqramlaşdırırıq və istənilən tərəfli üçbucağın sahəsini saniyələr içərisində hesablaya bilirik. Eyni zamanda bunu indi geniş şəkildə tətbiq etsəmiz, informatika fənni çərçivəsində yox, riyaziyyat fənni çərçivəsində, bəli, şagird bir 45 dəqiqə ərzində əgər vərəqdə 5 dənə məsələ həll edirsə, süni intellekt vasitəsilə bu 15, 25, 35 bu qayda ilə artırıla bilər. Bu da şagirdə geniş informasiya belə deyək də formalaşdırılacaq. Eyni zamanda müəllimin qeyd etdiyi digər fənlərdə, laboratoriya tələb edən fənlərdə və yaxud elə tarix fənninin özündə biz təbii ki, bilirik ki, keçmişə qayıdıb orada olan hadisələri gözümüzlə görə bilmərik. Amma süni intellekt vasitəsilə bunları müəyyən belə deyək də qaydada, müəyyən səviyyədə canlandıra bilərik. Bu da şagirdin daha tez qavramasına səbəb ola bilər. Nəinki bir mövzunu, bir döyüşü və yaxud bir hekayəni bir 45 dəqiqə ərzində şagirdə şifahi şəkildə çatdırmaq yox, kitabdan belə deyək də oxutdurmaq yox, sadəcə qısa fraqmentli filmlərlə, belə deyək də mövzularla, məsələlərlə süni intellekt vasitəsilə şagirdə çatdırmaq daha rahat olacaq. Dediyimiz kimi məlumat genişlənir. Biz bir 45 dəqiqə ərzində bir mövzunu yox, bir neçə mövzunu artıq şagirdə çatdırmalıyıq. Bunun üçün də süni intellektdən təbii ki, istifadə etməliyik. Maraqlı bir məsələ toxundunuz. Yəni simulyasiya məsələsi də. Bir anlıq belə təsəvvür edək ki, o zamandır ki, sinifdə bir güclü bir kompüter var, hansı ki, o video kartası, operativ yaddaşa imkan verir simulyasiyanı yaratmağa. Bir biologiya müəllimi süni intellektdə hüceyrənin görüntülü olaraq başa salmağı tapşırsa sinifdəki şagirdlərə. Yəni o simulyasiya, o hüceyrə necə bölünür, bir var kitabda oxumaq, sözləri birləşdirib bunu təsəvvür etməyə çalışmaq və yaxud da insanın və yaxud da belə deyək, hansısa bir canlının orqanları necə işləyir, bunu görmək, fizikanın qanunları, elektromaqnit qanunları və yaxud da deyək, termodinamikanı, bunların hamısının simulyasiyasını yaradıb canlı olaraq göstərsə şagirdlər üçün elm daha maraqlı söz yığını yox, vizual olaraq indiki şagirdlər hər şeyi görürlər də, yəni smartfondan qəbul etmə forması dəyişib artıq, informasiya vizual olaraq qəbul olunur. Daha maraqlı ola bilər. Bu baxımdan əlbəttə ki, yəni o süni intellektin təbliğ etdiyi imkanları daha genişdir. Tədrisdə bəlkə də bizim hələ indi ağlımıza gəlməyən formalarda çıxacaq zaman keçdikcə ortaya. Biraz gələcəyə baxsaq, bu gün orta məktəbdə oxuyan şagirdlərə bax, o süni intellekt və data ilə bağlı verilişimizin artıq sonuna yaxınlaşırıq. Bununla bağlı nə demək istəyərdiniz ki, bizə baxan təsadüfən ola bilər şagirdlər də baxsın ki, onlara bir məlumat ötürək ki, bu doğrudan da vacib də olasın. Bu, onların gələcək həyatında ən zəruri biliklərdən biri olacaq, bəlkə də birincisi olacaq. Süni intellektlə, data ilə işləmək bacarığı. Dediyiniz kimi, süni intellekt artıq gələcəkdə bizim bütün həyatımızı əhatə edəcəyi üçün düzdür, hisslərimizi belə deyək də idarə edə bilməyəcək, onları əvəz edə bilməyəcək. Amma ki, belə deyək də həyatımızın çox hissəsini bu süni intellekt tutacaq. Ona görə də şagirdlər onu öyrənməyə maraq göstərməlidirlər. Nəinki onu öyrənməyə, onu yaratmağa maraq göstərməlidirlər. Nəyə görə biz təkcə istifadəçi olaq? Gəlin biz elə yaradıcı olaq və öz biliklərimizi, öz fikirlərimizi o süni intellektdə əks elətdirək. Və bununla da belə deyək də reallığa daha çox yaxınlaşaq. İndinin baxış bucağı süni intellekt və data analitikadır.
Və buna görə deyə bilərik ki, biz düzgün istifadəni həqiqətən də öyrənməliyik və idarə edən olmalıyıq. İdarə edən, düzgün məlumat verən. Biz bugün baxa bilərik ki, bizim dərslərimizin artıq əsas hissəsində oxuyub anlama, düşünmə dayanırsa, biz düşünən şagird görmək istəyiriksə, süni intellektdə də istifadəni də düzgün yanaşmalıyıq ki, çünki süni intellektdən istifadə edən bugün şagirdimiz gələcəyin düşünən şagirdi, düşünən insanı, yaradan insanı məntiqi fikir yürüdən vətəndaşı olaraq görə biləcək. Sağ olun, gəldiyinizə görə, təşəkkür edirəm, maraqlı söhbətə görə, doğrudan da maraqlı məlumatlar verdiniz və verilişimizin sonuna çatdırıq. Sonunda demək istəyirəm ki, bugün gələcək çox sürətlə yaxınlaşır. Nə baxımdan, məsələn, min illərlə insanlar seyirci xalçalar barədə düşünürdülər. Təyyarələrin belə deyək də anlamında və yaxud da uzaqları göstərən güzgülər xəyal edirdilər. Bunların formalaşması üçün min illər keçdi. Yəni təyyarənin icad olunması üçün, televizorun icad olunması üçün min illər keçdi. Amma bugün min illər keçmir. Bugün yəni insanların xəyal etdiyi, yaratmaq istədikləri çox tez reallaşır. Bu baxımdan gələcək çox tez yetişir. Və bu tez yetişən gələcək günümüzdə süni intellekt və dataların üzərindən yaxınlaşır bizə. Buna görə də bugün dünyada rəqabət gücümüz olmaq üçün həm dövlət kimi, həm millət kimi, həm də ayrı-ayrı fərdlər kimi, Azərbaycan vətəndaşları kimi bu bacarıqlara mütləq yiyələnməliyik və gələcəyin rəqabəti robotlarla insanlar, süni intellektlə insanlar arasında olmayacaq. Gələcəyin rəqabəti süni intellektlə və robotlarla işləyə bilən və işləyə bilməyən insanlar arasında olacaq. Biz işləyə bilənlər olmalıyıq qalib gəlmək üçün. Diqqətinizə görə çox sağ olun, təşəkkür edirəm.